Valideynin ümumiyyətlə komanda verməklə bağlı bir limiti var. Onu eləmə, bunu eləmə. Valideynlər, biz səbirli deyilik valideyn olaraq, cəmiyyət olaraq. Analar 10 dəfə deyirlər, 15 dəfə deyirlər. Ata bir dəfə belə qalxır. Çünki atanın kommunikasiyası artıq o bir dəfə baxır, amma ana 10 dəfə deyib, 15 dəfə deyib, öz avtoritetini aşağı salıb. Normal olan nədir? Ana tapşırıq verir, get zibilə at deyək ki, məsəl üçün 8 yaşında oğlandır, get zibilə at. Eləmir. Ana qışqırmır, əsəbləşmir, zibillər qaldı burada, elə heç bir şey gəlmir. Yarım saat sonra gəlir ki, ana mən həyətə düşmək istəyirəm. Bayaq mən sənə zibil atmağı demişdim, hə? Bəs niyə atmamısan? İndi gedim atım. Bəli, get at. Gedir atır. Sonrasında uşaq amma evə gəl. Zibil atandan sonra niyə sənə deyəcək sözüm var? Zibil atır gəlir, deyir ki, gəldim evə, evə gəldi. Deyir ki, bayaq mən sənə zibil atmağı demişdim. Sən məni 35 dəqiqə gözlətdin. İndi sən həyətə düşmək üçün 35 dəqiqə gözləyəcəksən. Niyə? Çünki bunu düşünməyi istəyirəm ki, mən tapşırıq verəndə bunu gecikdirmək mənə necə hiss elətdirir, insanlara necə hiss etdirə bilər. Eyni zamanda nəyə görə tapşırıqları vaxtında icra etmək lazım olduğunu başa düşmək üçün bu 35 dəqiqəni sənə bunun üçün verirəm. Bir də eləməyəcəm, söz verirəm, qapı çaxıla bilər, qışqıra bilər, nəsə sındıra bilər. Bunlar hamısı olur. Amma valideyn verdiyi tapşırığı yerinə yetirir, həmin gün 35 dəqiqə gözləyir, sonrakı növbəti gün uşağa qışqırmağa, təkrar deməyə ehtiyac yoxdur.